Salam əziz YouTube kanalımın izləyiciləri. Mən rinoplastik cərrah doktor Nigar Dadaşova. Kanalıma xoş gəlmisiniz. Bugün çox insanın yaşadığı, amma səbəbini tam araşdırmadığı, davamlı və ya tez-tez təkrarlanan boğaz ağrısından danışacağım. Əvvəlcə onu qeyd edim ki, boğaz ağrısı hər zaman infeksiya demək deyil. Bəzən antibiotiklər qəbul edilir, ağrı müvəqqəti azalır, amma bir neçə həftə sonra yenidən başlayır. Belə hallarda səbəbi mütləq araşdırmaq lazımdır. İlk növbədə qulaq, burun, boğaz müayinəsi çox vacibdir. Xroniki tonzilit, badamcıqlarda iltihab, sinusit və ya burun tıxanıqlığı səbəbindən ağızla nəfəs alma boğazda davamlı qıcıqlanmaya səbəb ola bilər. Digər mühüm səbəblərdən biri mədə turşusunun qida borusuna və boğaza geri qayıtması, yəni reflüks xəstəliyidir. Maraqlıdır ki, bəzi insanlarda reflüks zamanı mədə yanması olmur. Yalnız boğaz ağrısı, səs tutulması, boğazda qıcıqlanma və ya tez-tez boğaz təmizləmək istəyi olur. Əgər boğaz ağrısı tez-tez təkrarlanırsa, bəzi hallarda boğazdan yaxma analizi, lazım olduqda qan analizləri də istənilə bilər. Bu analizlər bakterial infeksiyaları və ya digər iltihab səbəbləri müəyyən etməyə kömək edir. Bəzən isə problem infeksiya deyil, allergiyalar, siqaret və ya elektron siqaret istifadəsi, quru hava, çox danışmaq, səs tellərinin yüklənməsi də boğaz ağrılarına səbəb ola bilər. Əgər boğaz ağrınız 2-3 həftədən uzun davam edirsə, udmada çətinlik, səsdə uzun müddətli dəyişiklik, boyunda şişkinlik və ya səbəbsiz çəki itkisi kimi əlamətlər varsa, bunu ertələməyin. Belə hallarda daha ətraflı qiymətləndirmə çox vacibdir. Sonda qeyd edim ki, boğaz ağrısını sadəcə dərmanlarla müalicə etmək lazım deyil. Onun düzgün səbəbini tapmaq lazımdır. Çünki eyni simptomun arxasında tamamilə fərqli xəstəliklər dayana bilər. Əgər bu məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalıma abunə olmağı və yeni videoları qaçırmamaq üçün bildiriş zəngini aktiv etməyi unutmayın.